العالمين والعاقبة للمتقين ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام عليكم ورحمة الله. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, bizlerden razı ve hoşnut olması ve zuhurunun təcilinə salavat hədiyyə elə. Xudavənd Mütəal gələn günlərimizi xeyr eləsin inşallah. Allah Teala və Təbarək ümumən Ramazan-ı Mübarək xüsusən bu gecə ibadət, itaətlərimizi bizdən qəbul eləsin inşallah. Hər nə qədər dualarımız var, Allahdan istədiklərimiz var, arzularımız var. Xudavənd Mütəal həmin dualarımızı dərgahında qəbul olunmuş dualardan qərar versin inşallah. Ramazan-ı Mübarəkin iki hissəsi demək olar ki, qutarıb, 3-dən ikisi gedib, bir hissəsi qalıb. Xudavənd Mütəal bu sonuncu 10 günlükdə əgər əvvəlində bizləri müvəffəq eləməyibsə, bu 3-cü 10 günlükdə tövfiqini, nəzərini üstümüzdən çəkməsin inşallah. Qəlblərimizin dərinliyində xüsusi dualarımız var ki, bəzən bu duaları dilimizə götürə bilmirik. İçimizdən Allaha ərz eləyirik. Xudavənd Mütəal həmən dualarımızı müstəcab eləsin inşallah. Salavat hədiyyə elə. Biharul Ənvar kitabı 67-ci cilddə belə bir rivayət var Əimə Əthardan, buyururlar: Əl-ibadətu səlasətun. İbadət 3 hissədir. Qavmun əbədullah Əzzə və Cəl xavfən. Buyurur, bir dəstə insanlar var ki, onlar ibadətin birinci dərəcəsinə aiddirlər. Onlar Allahdan qorxduqları üçün ibadət eləyərlər. Fətilkə ibadətul əbid. Buyurur ki, bu bəndə ibadətidir. Qorxur Allahdan qorxduğu üçün ibadət eləyir. Və qavmun əbədullah təbarək və təala tələbən lis-səvab. İkinci dəstə insanlar var, onlar
savab uğrunda ibadət eləyərlər. Fikirləri, zikirləri ancaq savabdadır. Görərsən, dua kitablarını oxuyanlar, rivayət kitablarını oxuyanlar, əimmiyyət hardan gələn namaz haqqında hədisləri, rivayətləri oxuyarlar. Məsələn, filan namazı kim qılsa 1000 rükət savabı var. Filan namazı kim qılsa, məsələn, 80 dəfə ümrə savabı var. Harda savab sözü görsələr, həmən əmələ riayət eləyərlər. Götürərlər, həmən namazı qılarlar, həmən zikri eləyərlər. Fikirləri, zikirləri ancaq savabın yanındadır, savab əldə etməkdir. Fətilkə ibadətul əcra buyurur, bu ibadət taciranə ibadətdir. Ticarət eləyir. Mən 2 rükət namaz qılıram, sən mənə verirsən. Mən 50 rükət qılıram, sən mənə verirsən. Tacirdir. Fəqavmun əbədəllah buyurur, bir dəstə insanlar var. Hubbənləh buyurur, onların ibadəti eşq üzrəndir. Onların ibadəti məhəbbət üzrəndir. Fətilkə ibadətul əhrar buyurur ki, bu hür insanların ibadətidir. Azad insanların ibadətidir. O insanların ibadətidir ki, onlar cənnət, cəhənnəm xofi ya təməhi ilə ibadət etməzlər. Və hiyə əfzəlul ibadə buyurur ki, ən üstün ibadət budur. Rivayətdən bəlli oldu mövzumuz. Bugün inşallah qismət ilahi bəhsimiz, mövzumuz ibadətdir, bəndəçilik. Bəzi mətləblər var, inşallah ərz edəcəm. Nəhcül Bəlağədə Əmirəl-Möminin eyni rivayəti bir başqa cür buyurur. Buyurur, İnnə qavmən abadullah rəğbətən. Bir dəstə insanlar var, Allaha ibadət eləyərlər, rəğbətləri var. Fətilkə ibadətu tüccar. Bunlar tacirdirlər. Və innə qavmən abadullah rəhbətən fətilkə ibadətul abid. Bir dəstə insanlar var, xof var içlərində. Bunlar bəndə ibadətidir. Və innə qavmən abadullah şükrən. Bir dəstə insanlar var, niyyətləri şükürdür. Yəni, sən göz vermirsən, mən namaz qılıb, bəndəçilik eləyib sənə təşəkkür edirəm. Sən məni xəlq etmirsən, mən gərək ibadət eləyəm. İbadət eləyəm ki, təşəkkürün yerinə yetirəm. Bu 3-cü dəstədir. Buyurur Əmirəl-Möminin, üstün budur. Əmirəl-Mömininin özündən də bir rivayət ərz edeyim, keçək bəhsə. Qalə Aliyyun əleyhissalam. Bu rivayəti eşitmişsiniz. Mə abədtuk xavfən min narik və la təməən fi cənnətik lakin vəcədtukə əhlən lil-ibadə fəabədtuk. Əmirəl-Möminin buyurur ki, mən qorxu üzü ilə sənə ibadət etmirəm. Mən cənnətüvə müştaq olub ibadət etmirəm. Bəlkə səni ibadət əhli bilirəm. Mən səni məbud bilirəm. Mən bilirəm ki, sən cənnəti yaratmamısan ki, insan cənnətə eşq eləyib bəndə olsun. Mən bilirəm ki, sən cənnəti xəlq etməmisən, insanlar qorxub ibadət etsin. Mən bilirəm, mən tapdım ki, sən ibadətə layiqsən. Mən bildim, sən bu cür varlıqsan. Özdə necə varlıq? Əgər biz başlasaq o haqda danışmağa, Allahın haqqında danışmağa, əsrlər lazımdır. Amma o əsrlər belə nədir? İnsan istəyə Allahı çatdıra, dərk eləyə Allahı çatdıra bilməyəcək. Hətta o qədər çatdıra bilməyəcək ki, cəhlün artacaq. Yəni,
Allahı tanıdıqca insan başa düşür ki, bu varlığı dərk etmək mümkün deyil. Bu üç rivayət hədiyyə. Deməli, mövzumuz ibadətdir. Əllamə Təbatəbai Təbrizi mərhum ibadətə belə bir tərif verib. Fərqli bir tərifdir. Bizim zehnimizdə ibadətdən xüsusi bir tərifimiz var. Mən də indi soruşsam özümdən, sonra sizlərdən tək-tək soruşsam ki, ibadət nədir? Burada əgər məsələn 200 nəfər adam var, hərəsi bir tərif verəcək, hərəsi bir cümlə deyəcək ki, ibadət budur. Mənə görə ibadət budur. Mənə görə ibadət budur. Belə bir tərif verəcək. Amma ibadəti əhlindən soruşmaq lazımdır. O insanlar ki, onlar bəndəçiliyi yerinə yetiriblər. Hansı bəndəçilik? Hansı işlər lazımdır ki, cəm olsun bir yerə, buna desinlər, bu bəndədir. Hansı işlər lazımdır? Buyurur Əllamə mərhum, 3 şey mütləq lazımdır ki, insan bəndə sayılsın. 1. Birinci hissə budur ki, insan özünü zillət və ubudiyyət məqamında tapmalıdır. O məqama nail olmalıdır. Yəni, namaz qılanla namaz əhli dində fərqlidir. Milyonlarla insanlar namaz qıla bilərlər, amma əhli kimdir? Namazın əhli onlardır ki, onların səhərdən axşama qədər iş proqramalarının içində ibadət də qeyd olub. Biz birdən sabahki proqramamıza baxsaq ki, sabah nə edəcəyik? Səhər açıldı, durduq, işimizin dalıcan. Hər bir iş dalıcan, hələ bir ruzu dalıcan, hər bir işin dalıcan gedir. Axşam oldu. Bu səhərdən axşama qədərin içində, proqramanın içində, o cədvəlin içində Allah üçün nə qeyd olub? Əlavə. Məsələn, Rasulullah bizə tapşırıb ki, buyurur, gününüzü 3 hissəyə bölün. Birinci hissə yatmaq, ikinci hissə iş, halal ruzi, üçüncü hissə Allah üçün. Deməli, 24-ü 3-ə böləcəyik. 3 dənə 8. 8 saat Allah üçün ayırmalıyıq. 8 saat biz, onsuz da biz halal ruzi dalıcan geçsək də Allah üçün gedəcəyik. Amma o 3-cü 8 saat ki var Allaha ayırmalıyıq, xüsusi zamandır. Xüsusi zaman. O xüsusi zamanda bizim təfəkkürümüz var. Fikirləşməliyik xilqətimiz barəsində. Fikirləşməliyik Qur'an haqqında. Fikirləşməliyik Peyğəmbər haqqında. Fikirləşməliyik ki, Allah bu Qur'anı bizim üçün niyə göndərib? Hudən linnasdır. Və bəyyinatin minəl hüda vəl-furqan. Buyurur ki, insanları hidayəti üçün gəlib bu Qur'an. Bu gecə nazil olub. Belə bir gecədə nazil olub. Özdə onun içində bəyyinat var, furqan var. Furqan nədir? Furqan odur ki, 2 mühüm işdən birini seçə bilim. Furqan odur, ayıra bilim. Mən bilmək istəyirəm, məsəl üçün, o İmam Sadiq əleyhissalam Əmir əl-Möminini tərif eləyəndə buyurur ki, 2 ağır işdən ən ağırını seçərdi. Məsələn, 10 rükət namaz var, bir də 100 rükət namaz var. Buyurur, o 100 rükəti seçərdi. Ölümünü bilib, həyatını yaşayıb, insanları hidayət etmək var, mehrabda zərbətlənmək var. 2 işdir, ən ağırını seçir, mehrabı seçir. Onlar ki, ağılları ilə çıxış eləyirlər, onlar ən ağırını seçirlər. Çox ağırdır insan namazı vaxtında qılsın, ondan ağırı budur cəmaatla qılsın.
namazı vaxtında, əvvəli vaxtda qılmaq zamanə imamına iqtida etməkdir fikirdə. Çünki o, bütün namazlarını əvvəli vaxtda qılır. Əvvəli vaxtda qıldığı üçün mən də iqtida eləyirəm həmin əmələ, bağlanıram həmən əmələ. Bu biraz yüngüldür. Biraz yüngüldür. Amma bundan ağırı budur ki, əvvəli vaxtda qılasan, amma cəmaatla qılasan. Əgər birdən insan bu iki işi yerinə yetirə bilsə və kamil eləyə bilsə bu işi, bu gecəni dərk eləyə bilər. Bu gecənin dərki bəndəçilikdən keçir. Bir. İkinci budur, bəndəçiliyin əvvəli buradan keçir. Deməli, birinci budur, ubudiyyət və zillət məqamına nail olmaq. Bir. İkinci, Allahdan başqasını düşünməmək. İki, və daim Allahı xatırlamaq. Üç. Bu üç dənə mühüm məsələdir. Əllamə Şəhid Mütəhhəri buyurur ki, iki şey lazımdır. Bir, Allahdan başqasını düşünməmək. Bir. İkinci, özüvü daim düşünmək. İki, biz bəzən bunun əməllərini axtarırıq, araşdırırıq. Filan kəs görəsən niyə belə elədi, filan kəs niyə belə elədi. Biz niyə özümüzdən başqasının əməllərini araşdırırıq, o haqda danışırıq, ona vaxt ayırırıq. Niyə? Çünki özümüzü unutmuşuq, özümüzdən xəbərimiz yoxdur. 24 saat mən məninənəm. Səninlə 2 saat. 2 saatda bildiyim çoxdur, yoxsa 24 saatda bildiyim çoxdur? 24. Deməli, özüm haqqında bildiklərim daha çoxdur, sənin haqqında bildiklərim. O varlıq haqqında düşün ki, haqqında məlumatın çoxdur. Yəni, özün haqqında düşün. Allahı tapmaq, İnsan özünü tapmasıdır əslində, həqiqətdə. Əksi də belədir. Birdən əgər özümüzü tapsaq, məlumdur ki, biz Allahı tapmışıq. Burada bir məsələ gərək cəm ola. Zehninizdə bir üfüqi xət çəkin, aşağıdan yuxarıya. Bir xət cüzün zehninizdə. O xəttin aşağısında yazın yol. Xəttin axırında yazın məqsəd. Əvvəli yoldur, sonu məqsəddir. Əgər hərəkət etməlisənsə, yəni o hədəfə çatmalısansa, mütləq səndə hərəkət lazımdır. Hərəkət olmasa, sən üfüqi xəttin əvvəlindən axırına gedə bilməzsən. Mütləq hərəkət lazımdır. Hərəkət əməl ilə bir yerdədir. Əməl Allah üçün olsa yaxınlaşmaq, əməl şeytan üçün olsa uzaqlaşmaqdır. Bax, Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur, Ulaikə yunadavnə min məkanin bəidin. Buyurur Allah onları uzaq məkandan çağırır. Allah çağırır, amma yaxından çağırmır. Yunadavnə min məkanin bəidin, uzaqdan. Əgər sən bir nəfəri uzaqdan çağırırsansa, mənası budur ki, o sənə tərəf gəlmir. O nöqtədən, hədəfdən uzaqlaşır. Hədəfdən uzaqlaşdığı üçün onları uzaq məkandan çağırırlar. Sonra buyurur Xudavənd Mütəal, fəəynə təzhəbun, hara gedirsiniz? Bir dənə Qur'ana baxarsınız inşallah, Təkvir surəsindən 19-26-ya qədər. Əcibdir. Buyurur Xudavənd Mütəal, İnnəhu ləqavlu rəsulin kərim. Buyurur bu Qur'an ki, sizə deyilir, Rəsul-i Kərimin sözüdür. Rəsuldur, özü də Kərimdir.
Zi quvvetin ində zil arşi məkin. Buyurur, güclüdür. Allahın ərşinə yaxındır. Muta'in səmmə əmin. İtaət olunmuş varlıqdır. Özü də əmindir. Və ma sahibukum bi məcnun. Buyurur, sizin dostunuz məcnun deyil. Sizin dostunuz məcnun deyil. Məcnun yəni dəli deyərlərdir. Sizin dostunuz məcnun deyil. Deməli, o üfüqi xəttin əvvəli yol, axırı məqsəd, ortası məsir, hərəkət əməl ilə bir yerdə. Əgər hərəkətlə əməl hər ikisi bir yerdə Allah üçün olsa, deyərlər yunadavnə min məkanin qərib. Onlarla pıçıltı ilə danışarlar. Musa əla nəbiyyina və alihi və aleyhissalam Allaha ərz elədi ki, ilahi, mən bilmək istəyirəm, haçan sən mənə yaxınsan, haçan uzaqsan. Xudavənd mütəal buyurdu, ey mənim rəsulum, məni ilə pıçıltı ilə danışırsansa yaxın, qışqırıq ilə danışırsansa sənə uzağam. Qışqırıqla danışırsan, mənası budur ki, mən buradan ora qışqırsam, deməli uzaqsan. Amma pıçıltı ilə danışıramsa qulağımın dibindədir. Buyurur Musa, əgər pıçıltı ilə danışırsansa mən sənə yaxınam. Yəni, məni harda axtarırsan? Bəndəçiliyin hərəkətlə əməl toplumu, yol və hədəf toplumu o vaxt kamil formaya düşür ki, insan Allahı hər an şah damarından yaxın bilə. Buyurur, nəhnu əqrabu min hablil vərid. Şah damar. Buyurur, şah damarınızdan sizə mən yaxınam. Bu günləri Allahla bu gecə, ümumiyyətlə, amma bu gecə xüsusən, Allahla uzaqdan danışmayın. Hiss eləməyin ki, mən deyəcəyəm, haçan çatacaq. Hiss eləməyin ki, mən deyəcəyəm, mələk götürəcək, aparacaq, haçan aparacaq, haçan çatacaq, aparacaq yoxsa aparmayacaq. Dediyim kamildir yoxsa naqisdir, elədiyim naqisdir yoxsa kamildir. Bu cür düşünmə. Bu gecə pıçıltı gecəsidir. Bu gecə xüsusən Xudavənd Mütəal elan eləyib ki, yəsəlunəkə, birdən səndən soruşurlar və izə səələkə ibadi ənni fə inni qərib. Buyurur, ey mənim rəsulum, səndən soruşurlar mənim haqqımda, mən yaxınam. Demə ya, mən yaxınam, mən yaxınam. Yəni, sən desən, mən yaxınam. Deməli, bir vasitə var. Sən dedin, mən yaxınam. Sən demə. Və izə səələkə ibadi ənni, mənim haqqımda mənim bəndəm səndən soruşur, fə inni qəribun, mən yaxınam. Mən haçan uzaq oldum. İmam Hüseyin əleyhissalam ərəfə duasında ərz eləyir Allaha ki, ilahi, sən haçan olmamısan, varlığın üçün dəlil götürüm. Başqa bir hissəsində buyurur, ilahi, səni tapan nə itirib? Səni tapan nə itirib? Səni itirən nə tapıb? Allahla bu cür danışmaq lazımdır. Allahla əvvəlcə danışmaq lazımdır. İlahi, inni ətərifu. İlahi, mən etiraf edirəm. Mən etiraf edirəm, mən günahkaram. Mən səhvim var, mən xətakaram. Əgər bilsən ki, xətakarsan, mənası budur ki, agahsan özüvə. Çox, nə qədər insan, milyonlarla insanlar var dünyada, elədiklərini düz bilirlər, səhv bilmirlər. Ona görə də etiraf yoxdur, ona görə də qayıdış yoxdur, ona görə də tövbə yoxdur. Tövbə haçan baş verir? Tövbə o vaxt baş verir ki, insan başa düşsün, səhv eləyib. Çünki tövbənin mənası qayıtmaqdır. Nədən qayıdırsan? Düz bildiyindən insan qayıtmaz. İnsan səhv bildiyindən qayıdar. İnsan düzündən qayıtmaz, xətasından qayıdar.
Əgər indi elan eləsələr ki, bu an gecədir və sübut və dəlilləri də var ki, gecədir və möhkəm dəlillərin var gecə olmasına, səni bu düzdən kim qaytara bilər? Heç kəs. Milyardlarla insanlar gəlsin ki, indi gündüzdür, sən deyəcəksən gecədir. Çünki dəlilin var, sübutun var, düzsən, haqsan, haqdan qayıtmaq olmaz. Birdən əgər desən, yox, indi gündüzdür, başa salsalar səni ki, səhv eləmirsən, əgər xətavı başa düşsün, xəta bilsən qayıdacaqsan. Bu gecə bəndənin özünün xətalarına etiraf zamanıdır. Bu gecə o gecələrdəndir ki, insan etiraf eləsin. İlahi, mən səhv eləmişəm, mən xəta eləmişəm, mən sənin huzurunda günah eləmişəm. Bir var, xəlvətdə eləmişəm, etiraf eləyirəm. Allah Qur'an-ı Kərimdə buyurur ki, mən hər şeyə agaham, sənin çölüvə agaham heç, sənin içivə agaham, sənin içindən mən xəbərdaram. Mən bilirəm sən kimsən. Buyurur ki, bu yol ki var, sən yoldan hədəfə qədər hərəkət edirsən, buyurur, dostsuz mümkün deyil. Buyururlar, ər-rəfiq sümmət-təriq. Birinci yoldur, sonra, birinci dostdur, sonra yoldur. Hərəkətə başlamamışdan qabaq dost tutmaq lazımdır, dost tapmaq lazımdır. Xudavənd Mütəal buyurur ki, və mə sahibukum bi məcnun, sizin dostunuz məcnun deyil, yəni dəli ilə yola çıxmazlar. Allah buyurur, bu məcnun deyil. Bu ağıllı varlıqdır, bu kamil varlıqdır, bu təkamül yolunu axirə qədər gedən varlıqdır. Bu belə bir varlıqdır. Sonra buyurur, və ləqəd rəəhu bil ufuqil mubin. Buyurur, o Cəbraili görüb. O Cəbraillə görüşüb. Və ma huvə ələl qeybi bizənin. Dalıcan buyurur ki, səni hidayət etməkdə paxıl da deyil. Yəni, Peyğəmbər özü gedib, indi qoymursan gedəsən. Allah buyurur, bu insan paxıl deyil, təbliğdə paxıllığı yoxdur. Və ma huvə bi qavli şeytanin rəcim. Buyurur, bu sözlər ki sizə deyilir, qovulmuş şeytanın sözləri deyil. Dalıcan buyurur, fəəynə təzhabun, hara gedirsiniz? Allah insana sual verir, hara gedirsən? Yunadavnə min məkanin qərib, uzaqdan çağırır. Uzaqdan çağırır mənası nədir? Mənası budur ki, Xudavənd Mütəal buyurur, mənə gəlmirsən, düz getmirsən, yolu səhv gedirsən. O yolla ki sən gedirsən, o təfəkkürlə ki sən gedirsən, o nəfslə ki sən gedirsən, o şəhəvani, qəzəbani nəfsdir. O nəfsin özüdür və o səni mənə çatdırmayacaq. 2. Bunu yadımızda saxlasaq yaxşıdır. Nəfs insanla heç vaxt razılaşmır. Nəfs insanla razılaşmır. Hər nə deyirsən, razılaşmır. Hər nə nəfsdən doğub, qeyri Allaha aparacaq səni. Allaha səni çatdırmayacaq, qoymayacaq Allaha çatasan. Çünki nəfsin işi odur. Nəfsin işi odur ki, səni uzaqlaşdırsın. Buyurur Xudavənd Mütəal, ulaikə yunadavnə min məkanin qərib. Deməli, Qədir gecəsi ki, bu gecədən ibarətdir, ehtimal verilir, bugün Qədir gecəsidir. 3 dənə Qədir gecəsi keçirdirik. Bir budur, 2 gün sonra bir də, 2 gün sonra bir də, 2 gündən bir, 3 dənə Qədir gecəsi keçirdirik. Ehtimal veririk ki, deyirlər də belə, ehtimal veririk ki, bugün Qədir gecəsidir. Böyük ustadlar buyururlar ki, ehtimal vermirlər Qədir gecəsidir, buyurur Qədir gecəsidir. Əgər üçünə də ehtimal verəcəyik, bəs biz haçan biləcəyik Qədir gecəsi haçandır? Bəs yəqin ilə haçan çıxış eləyəcək? O vaxt çıxış eləyəcəksən ki, sən onda kamil bəndə olacaqsan. Sənin rabitun 2 qütbüdən birinə çatmalıdır. Bu gecə Əmir əl-Müminin əleyhissalamın şəhadəti
Ramazan-ı Mübarəkə, o da Qədir gecəsinə düşməsi, zərbəti, Qədir gecəsinə düşməsi, bunun bir önəmi var. Niyə Əmirəl-Möminin gəldi? Qədir gecəsində zərbətləndi. Qədir gecəsində dünyasını dəyişdi. Niyə? Nə əlaqə? Əlaqə budur. İlahi tərəfə insanın hərəkəti iki qütbüdən ibarətdir. Bir qütb axıra qədər gedəcək, səni Allaha çatdıracaq, təkamül. O birisi qütb tənəzzüldür. Yəni, biri aşağı aparır, biri yuxarı aparır. Əgər hərəkətinlə əməlün hər ikisi Allaha görə olsa, xalis olsa, ağıl ilə olsa, nəfs o işə, ağlın işinə qarışmasa, şəhvət və qəzəb kənara çəkilsə, onda səni həmən yol Allaha çatdıracaq. Ünvan kimdir? Ünvan Əmirəl-Möminin. Əmirəl-Mömininin bu gecə adının çəkilməsi ünvandır, ünvan. Yəni, Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur ki, siz təkamül yoluna gəlin, insan deyir, biz çatmarıq. Bizdə belə bir his var. Deyir ki, biz hara, məsələn, Əbazər Qəffari hara, biz hara, Əmmar hara, biz hara, Səlman hara, biz hara, Miqdad hara. Qadınlar da deyir, biz hara, Fizzə hara, biz hara, Zeynəb-i Kübra hara, biz hara, Ümmü Külsüm hara, biz hara, Səkinə, Rüqəyyə hara. Qadınlar onları deyir, kişilər bunları deyir. Biz hara, onlar hara. Xudavənd Mütəal buyurur ki, Qədir gecəsində mən Əlinin zərbətlənməsi ilə Əlinin adını bu aya, özü də Qədir gecəsinə ona görə salmışam ki, siz iki şeyi biləsiniz. Bir, bu yolu getmək mümkündür. İki, Əlidən ayrılsız yolunuz İbn-i Mülcəm yoludur. İki qütbudur. Təkamül Əli yoludur, tənəzzül İbn-i Mülcəm yoludur. Bunlar ünvandılar. İbn-i Mülcəmi getirib Muaviyə də qoya bilərsən. İbn-i Mülcəmi getirib Yezid də qoya bilərsən. İbn-i Mülcəmi getirib Əbu Süfyan da qoya bilərsən. Hamısını onların yerinə qoya bilərsən. Sadəcə olaraq bu ünvandır. Xudavənd Mütəal bizə buyurmaq istəyir ki, iki şeyi bilin. Bir, bu yol getməli yoldur. Naümid olmayın. Bu yol getməli yoldur. İkinci, baxın Əliyə. O gedib. İki, və bunun içində əsl mətləb budur, əlüvüz Əlinin əlindən üzülməsin. Bu gecə İbn-i Mülcəm kimi zərbətləyib? Əlini. Biz deyirik, Əlini zərbətləyib. Həzrət Əli əleyhissalamın başına qılıncı vurub, zərbətləyib. Amma əslində Əlini zərbətləməyib. Əslində bu gecə ki, Qur'an nazil olur, bir də bunda diqqət elə. Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur ki, Tənəzzəlul mələikətü və ruhu fiyhə. Mələklər nazil olurlar. Qədir surəsi. Mələklər nazil olursa, mələkləri bədrəqə eləyən, qarşılayan kimsə lazımdır. Çünki mələklər boş-boşuna gəlmirlər ki, mələklər yerə enirlər, bunları bir bədrəqə eləyən var, bunların bir qabağına çıxan var, bunları bir qarşılayan var, bunlara xoş gəlmisiniz deyən var. Bir. İkinci, mələklər gəliblərsə nəsə götürüblər, boş-boşuna enməyiblər. Məsələn, iki şeydir. Bir, mələklər gəlirsə qarşılayan lazımdır. İki, mələklər boş gəlməyiblər, nəsə götürüblər. O nəsə götürübləri qarşılayan adam alacaq. Pəs İbn-i Mülcəm kimi öldürüb? Mələkləri qarşılayıb, mələklərin əlindən alan və xilqətə paylayan şəxsi zərbətləyib İbn-i Mülcəm əslində.
İbn-i Mülcəm Allahla bəndə arasına girib, vasitəni zərbətləyib əslində. Gör İbn-i Mülcəm kimi zərbətləyib? İbn-i Mülcəm Allah, yəni xaliq, məxluq rabitəsini qət eləyib fikrində. Amma qət eləyə bilmədi. Həminan İmam Həsən əleyhissalam keçdi. Rabitə qət olmaz. Əmir əl-Möminin buyurur Nəhcül Bəlağədə, əgər bir an höccət bu aləmdə olmasa, bu aləm dağılar. Bunu eşitmişik. Nəhcül Bəlağədə başqa bir cümləsi var Əmir əl-Möminin. Buyurur Əmir əl-Möminin, filan kəs bilirsiniz kimdir? Buyurur, Əlinin eşqi dağlara ensə ləhətafət. Buyurur, dağılır. Əlinin eşqini dağ daşıya bilməz. Nəhcül Bəlağəyə baxın. Əmir əl-Möminin cümləsidir. Əlinin eşqini dağ daşıya bilməz. Söhbət burada Əlidən getmir, höccətdən gedir. Həsən də elədi, Hüseyn də elədi, bugün İmam Zaman ağa da elədi. Biz Qur'anı başımıza qoyub 14 nəfərə Allahı 10 an veririk. Bikə ya Allah, bi Aliyyim, bil Həsəni ki deyirik. Əslində elə bir şəxslərin adını çəkirik ki, onların eşqi sadə insana ensə, dağılar, toz olar. Quran oxumamışıq. Buyurur, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Buyurur, əgər bu Quran nazil olsaydı dağlara, dağlar Allah qorxusundan toz olardılar. Bunu Allah buyurur. Quran nazil olsa dağa, dağlar toz olar. Əmir əl-Möminin buyurur, insanlar Əlinin eşqini daşıya bilməzlər. Onlar da toz olarlar. Yəni Əli ilə Quran bir-birindən Kəvsərə qədər ayrılmaz. Kəvsərə qədər. Deməli, həqiqətdə İbn-i Mülcəm xaliq məxluq rabitəsini kəsmək istədi. Əlidən uzaq düşdün, şəhvət və qəzəb pərəstişi olacaq. Nəfs ora gedəcək. Bax, məsələn, Əbazər Qəffari möhkəm yapışıb Əlidən. Səlman, deyir, Səlman nədir? Qədəm və qədəm. Eşitmişik ki, bunları. Ləpirinin içinə qoyardı Əmir əl-Möminin. Səlman qədəm və qədəm Əlinin dalıcan düşərkən İbn-i Mülcəm şəhvət dalıcan düşdü. Məlumdur ki, şəhvət insanı Allaha çatdırmaz, məlumdur. Məlumdur ki, şəhvət insanı Allahdan uzaqlaşdırar, bu da məlumdur. Əgər məlumdursa ki, şəhvət insanı Allaha yaxınlaşdırmaz, Allaha yaxınlaşmağa qoymaz, insanı Allahdan uzaqlaşdırar, həqiqətdə ağlından uzaqlaşdırar, qəlbindən uzaqlaşdırar, o İbn-i Mülcəm yoludur, o tənəzzül yoludur. Deməli, İbn-i Mülcəm iki qütbüdən biridir, tənəzzül qütbüdür. Xudavənd-i Mütəal bu ünvanı bizə çatdırıb ki, ey insan, bax, Qədir gecəsində mən iki şəxsdən danışıram sizə. Bir Əlidən danışıram, bir İbn-i Mülcəmdən. Yəni, bir şəhiddən danışıram, bir şəhid edəndən danışıram. Şəhid ki, ibarətdir Əmir əl-Möminindən, təkamül yolun gedib qutarıb. Onu qətlə yetirən, onu şəhid eləyən şəhvət yolun gedib qutarıb. Qəzəb yolun gedib qutarıb, nəfs yolun gedib qutarıb, eyni şeytan olub. Eyni şeytan. Görsən nə qədər fərqi var. Deməli, Əlisiz Qədir gecəsi mümkün deyil. Belə nəticə aldıq ki, Əlisiz Qədir gecəsi mümkün deyil. Niyə? Niyəsini ərz elədim. Əgər Əli olmasa şəhvət, 'Hər iki qütbüdə eşq var.
təkamül qütbündə də aşiq var, məşuq var. Tənəzzül qütbündə də aşiq, məşuq var. Sadəcə olaraq Xudavənd Mütəal bu gecə bizə bildirdi ki, təkamül qütbündə aşiq Əlidir, məşuq Allah. Tənəzzül qütbündə aşiq İbn-i Mülcəmdir, məşuqəsi Quttamə. Allah hər ikisinə lənət eləsin. Quttamə dedi ki, İbn-i Mülcəm eşqin elan eləyib, ağıl çıxıb başından. Eşqin elan eləyib. Bu cür olacaq, bu cür olacaq. Axırda gördü ki, Quttamə bu başa düşmür, dedi ki, Mehriyyə Əlinin başı. Mehriyyəm Əlinin başı. Əlbəttə, insan istəməz tərəzinin iki gözünə Həzrəti Zəhra ilə Quttaməni qoya. Ağıl nifrət eləyir buna. Ağıl nifrət eləyir ki, Əli ilə İbn-i Mülcəmi iki tərəzinin iki gözünə qoyasan, çəkəsən. Buna ağıl nifrət eləyir. Ağıl deyir ki, belə etmə. Amma fikrimizi çatdırmaq üçün belə deyərik. Həzrəti Zəhra salamullah əleyhanın mehriyyəsi sudur. Yəni həyatdır. Həzrəti Zəhra salamullah əleyhanın mehriyyəsi şiələrini dənə-dənə qiyamət günü əlindən tutub cənnətə aparmaqdır. Quttamə ilə onun arasında fərq nə qədərdir? Əmir əl-Möminin getdi müharibəyə. Müharibədə Qutamənin iki qardaşı öldü. Əmir əl-Möminin qayıtmamış xəbər gəldi ki, Qutamənin iki qardaşı ölüb müharibədə. Qutamə nifrət elədi Əmir əl-Mömininə. Kin-küdurət. O qədər kin-küdurət artıq başını da istədi. Şəhvət əsiri oldun. Əzizim, bunu hamısı bilir. Şəhvət içində ağıl olmaz. Şəhvətlə ağıl ikisi bir yerə cəm olmaz. Necə ki, nəfslə ağıl bir yerə cəm olmaz. Bunlar bir yerə cəm olmurlar. Şəhvət gəldi, ağıl gedər. Ağıl gəldi, şəhvət gedər. Hansı ağıl? O ağıl ki, Əlinin əlindən tutub. Bu günləri İmam Zaman əleyhissalamdır. Mələkləri qarşılayan, mələklərin qarşısına çıxan, bədrəqəsinə çıxan, onların götürdüyün alan, xilqət ruzilərini təqsim eləyən böləm. Bugün İmam Zaman ağadır. Deməli, bugünkü rabitə bizi ilə Allah arasında İmam Zaman əleyhissalamdır. Çünki bizim xətalarımız çox, səhvlərimiz çox, etiraf da eləyirik, Allahla birbaşa rabitəyə girə bilmirik. Səhvlərimiz çoxdur. Bu qədər səhvlə hara gedəcəksən? Bu qədər səhvlə insanın başı ancaq aşağıdır. Aşağı dikilib başımız. Amma Xudavənd Mütəal buyurur ki, bu gecə elə gecə deyil. Gəlin mənə tərəf. Əmir əl-Mömininsiz, yəni Əlisiz həyat ki, ərz elədim, İbn-i Mülcəmsiz həyatdır. Həmən o İbn-i Mülcəm ki, ibadətdə alnı pinə bağlamışdı. Xəbərimiz var bundan. Həmən o İbn-i Mülcəm ki, torpaqdan qalxmırdı başı. İbadəti ibadətə calamışdı. Bunun mənası ki, bayaq əvvəldə ərz elədim, namaz qılmaq şərt deyil. Mən namaz qılanam, mənə desinlər, şərt deyil. İnsan gərək namazın əhli olsun ki, əvvəldə ərz elədim, onu bura üçün ərz elədim. Ki, İbn-i Mülcəm bunlardan biri idi. Əmir əl-Möminin gəldi, hətta deyirlər, tərpətdi İbn-i Mülcəmi. İbn-i Mülcəm yatmışdı məsciddə. Tərpətdi İbn-i Mülcəmi. İbn-i Mülcəm, qalx, Əlinin gedən vaxtıdır. Bundan xəbər verdi. Deyirlər, Həzrəti Ümmü Külsümün evində idi Əmir əl-Möminin ki, hər il bu hekayəni ərz eləyirik.
Hər il danışırıq bunu. Həzrəti Ümmü Külsüm, Əmir əl-Mömininin qızı. Əmir əl-Möminin oradaydı. Durur, 2 rükət namaz qılır məsələn. Sonra dincəlir. Sonra yenə namaz qılır, yenə dincəlir. Bu gecə. Sübhə qədər. Deyirlər, gecənin ortası idi. İmam Həsən əleyhissalam nəql edir, deyir, atam qalxdı. Qalxdı çox narahat. Dedim, atacan, niyə narahatsan belə? Sən narahat görürəm. Çıxır balkona bayra, göyə baxır, qayıdır. Elə bil ki, ulduzların seyrin nəzərdə saxlayıb. Ulduzlar lazım olan yerə çatacaq və əlinin vaxtı azalır. İnsan ölümünü biləndə ki, məsəl üçün 3 saat qalıb. An yaxınlaşırsan ölümə, an. O da Əli kimi bir insan olan. Dedi, Həsəncan, heç nə. İmam Həsən ağa deyir ki, mən biraz israr elədim atama ki, yox, sən narahatsan. Dedi, indi yuxuda Cəddün Peyğəmbəri gördüm. Gördüm, Peyğəmbər əyləşib, başım dizinin üstündə. Peyğəmbərin dizinin üstündə. Üzümü də toz basıb. Üz-gözümü toz basıb. Üz-gözümün tozunu təmizlədi Rasulullah. O üzümün tozunu təmizləyə mən dedim, ya Rasulallah, xəbərdarsan, sənin ümmətin səndən sonra mənə nələr elədi? Sən ondan xəbərdarsan. Bunu Həzrəti Rasulullah sağlığında demişdi Əmir əl-Mömininə. Ramazan-ı Mübarəkin girişinə axırıncı cümə, Şabanın axırıncı cüməsi yadınızdadır. Xütbə-i Şabaniyyə deyirlər. O xütbəni elədi Rasulullah, Əmir əl-Möminin əlin qalxızdı. Dedi, ya Rasulallah, sualım var. Rasulullah buyurdu ki, buyur Əlican. Dedi, bu ayda, yəni Ramazan-ı Mübarəkdə ən üstün əməl nədir? Buyurdu ki, əl-vərə, təqvadan da yuxarı. Yəni, haramdan qaçmaq yox. Şübhədən qaçmaq. Ən üstün, fəzilətli əməl şübhədən qaçmaqdır. Şübhəli qaldın yemə, şübhəli qaldın içmə. Şübhəli qaldın, paltarını dəyiş. Şübhəyə tərəf getmə, şübhədən qaçmaq. Əmir əl-Mömini, Ağa Rasulullah bu cavabı verəndən sonra deyirlər, Əlinin gözünə baxırdı, ağladı. Gözündən yaş gəldi. Əmir əl-Möminin soruşdu, ya Rasulallah, narahat elədim səni. Bu sözlə deyəsən, narahat elədim səni, qəmgin oldum. Dedi, yox Əlican, görürəm o günü ki, bu saqqal ağı olar. Dünyanın ən şəqi insanı, ən aşağı insanı o ağ saqqalığı başovun qanı ilə qızardar. O günü görürəm. Bu cümləni yadınızda saxlayın, qaydaram ora. Əmir əl-Möminin ərz elədi, ya Rasulallah, o vaxt öləndə mən dinimdə öləcəyəm. Həzrət Rasulullah buyurur ki, Əlican, dinivə görə öldürüləcəksən. Dedi, ma balili Ali. Və Əli üçün o qədər də mühüm deyil. Yəni, əsas budur, dində ölüm. Dində ölmək şərtdir. Necə ölmək, harada ölmək yox. Qaydıram o cümləyə. Təqribən 50 dəqiqədir danışıram. O 50 dəqiqənin məğzi bax burada idi ki, Rasulullah buyurdu, dünyanın, aləmin ən dəni, ən aşağı şəqi insanı səni qətlə yetirəcək.
Yəni, elə bir insan ki, ondan aşağısı yoxdur. Ona görə ərz eləyirdim ki, bu qütb, iki qütb, biri aşağı, biri yuxarıdır. Yuxarıdakı qütb təkamüldür, əlidir. Aşağıdakı qütb, əgər birdən İbn-i Mülcəmdən daha aşağısı olsaydı, İbn-i Mülcəm əlini öldürə bilməzdi. Çünki Rəsulullah buyurdu, ondan aşağısı yoxdur. Ona görə ərz edirəm, bu iki ünvandır, iki mistaqdır. Bu ünvanların Qədir gecəsinə düşməsi budur ki, biz başa düşək ki, bu yol gedəli yoldur, getmək mümkündür, mahaldır. İnsan gedə bilər, insan çata bilər ora. Bir də əgər düz getməsə, o qədər Allahdan uzaqlaşacaq. Burada bir ayə var idi. Görüm, ayə tapa bilsəm, salavat hədiyyə eləsəm. Ənfal surəsinin 59-cu ayəsində Xudavənd Mütəal buyurur: "Və la yahsabannallazina kafaru sabaqu." Əcəb ayədir. Onlar ki kafirdirlər, güman etməsinlər ki, onlar səbəqu qabaqdadılar. Küfürlərinə görə arxadadılar. Ona görə buyurur, yunadavna min məkanin bəidin. Ona görə buyurur ki, uzaqdan olar, səda olunurlar. Deməli, bu gecə bizə lazım olan mətləblər budur. 1. Dualarımızı nəcva pıçıltı ilə eləyək. 2. Bəndəçilik yolumuzu bugün başlayaq. Axı, ərz elədim, mələklər götürürlər, təhvil verirlər zəmanə imamına, zəmanə imamı təqsim eləyir. Deməli, mənəvi baxımından günümüz bugündən başlayır. Bugünkü təhvil verir mələk, gələn il Qədir gecəsinə qədər nə olacağı təhvil verir. Deməli, əxlaqi baxımından, mənəvi baxımından bizim günümüz bu gecədən başlayır. Elə biz bu gecə Allahla rabitəmizi qururuq, Allaha söz veririk, sözümüzün üstündə əzm və ciddiyyətlə dayanırıq. Allaha deyirik ki, ilahi, mən bu gecədən bəndə olacağam. Gələn il Qədir gecəsinə qədər say. Ustad Cavadi Amılağan bir cümləsi var, buyurur ki, fitr namazın ki, fitrəni çıxartdınız, fitr bayramda fitrəni çıxartdınız. Fitrəni çıxartan kimi ki, bayram namazını qıldınız, cümləyə bax. Bayram namazını qıldınız, bayram namazını qılan kimi ətrafınızı süpürün, gələn il Ramazan-ı Mübarəkin birinə hazırlaşın, ətrafı süpürün. 30 gündür Allahla danışırsan. 30 gündə Allah süfrəsindən yeyirsən, hiss eləmirsən, Allahu Əkbərdə bir qurtum su içirsən, ya xurmə yeyirsən, yəni icazə verdilər sənə, indi dünyadan yeginən, o an ki sənə icazə verdilər dünyadan ye, o keçidi hiss eləmirsən, o keçidi sənə göstərirlər. Nə bağlandı, nə açıldı. İnsan qayıtmaq istəmir bura. Ramazan-ı Mübarəkin gündüzü buradan yuxarıdır. Ramazan-ı Mübarəkin Şamın Allahu Əkbərindən bu tərəfi buradan aşağıdır. İcazə verildi. İnsan yenə qayıtdım bura. Heç qayıtmaq istəmirsən bura. Yenə qayıtdım bura. Bura haradır? Bura dünyadır. Səhərdən 15 saatdır buradasan, ağılda, o süfrədəsən, ağılla yeyirsən, təfəkkürlə yeyirsən, Allahla nəfəs alır Peyğəmbər əleyhissalamın ki, ən fasıqın nəfəsləriniz rəhmətdir, ibadətdir. Bunlar hamısı rəhmət. Qaldı orada. Qaldı orada, indi düşdük aşağıya. İndi səhər sübh azanından yenə qalxacaqsan, yox. 30 gündür düşürük dünyaya, qalxırıq ora. Düşürük, qalxırıq, düşürük, qalxırıq. Bunu Xudavənd Mütəal bizə verib ki, 30 gün təmrin elə, adət elə. İdmançılar nə edirlər?
İdmançılar 200 kilo birdən qalxızmayıblar ki, 15 ilə başlayıblar, gəliblər 200-ü qalxızıblar da. 30 gün bizə adət eləyək nəfsimizlə bacarmağı. Yəni bu qalxıb düşməklər, mədədən başdan mədəyə qalxıb düşməkləri adət eləyək. Adət eləyək, sonra 11 ay eləyək, o cür yaşaya bilək. Bəs bu gecə bəndəçiliyin ibtidası, başlanğıcı, əxlaqda, mənəviyyatda. Allaha söz verək ki, ilahi, bu gecə səninlə başlayıram. Bu gecə sənin ilə başlayıram. Birdən çətin olsa nə eləyək? İlahi, mənim 5 dənə adətim var, pis adətdir. Bu bir dənə var ha, adın çək, hansıdır? Bu bir dənə var. İlahi, gələn qədrə qədər eləməyəcəm. Bu bir dənəni tərk edib. Heç olmasa bir elə. Heç olmasa bir elə. Günah mövzusundan qaça bilmirsənsə, konkret bir günahdan qaç. Allah da görsün ki, sən mənə tərəf hərəkətdəsən, sən mənə tərəf gəlirsən, sən başlamısan. 3-cü məsələ, mühüm məsələ bu gecə duadır. Ki, duadan əl götürməyək, mən yordum sizi deyəsən. Bir hekayəni ərz edeyim sizə duadan. Qutaraq yavaş-yavaş əl-ayağın yığaq. Deyirlər ki, Həzrəti İbrahim əla nəbiyyina və alihi və aleyhissalam deyirlər, Kəbənin yanında idi, dua səna eləyirdi. Allahla razı niyaz eləyirdi. Gördü bir nəfər Kəbənin pərdəsindən yapışıb, Allahla razı niyaz eləyir. Deyir, Həzrəti İbrahim baxdı ki, bu nəsə fərqli adamdır. Bu duadan çəkildi. Duadan çəkildi, yaxınlaşdı Həzrəti İbrahim ki, səni abid görürəm, çox pak görürəm. Mən qəribəm buradan, qonaq apararsan məni. Dedi, mən yaxınlıqda bir kətdə qalıram. Allaha da qurban, qonağına da. Gedək. Götürdü, gəldi bunu Həzrəti İbrahimi öz evinə. Oturublar indi ikisi. Həzrəti İbrahim deyir, görürəm ki, bu nəsə fərqli adamdır. Abiddir, zahiddir filandır. Deyir, Həzrəti İbrahim ona ki, səndən bir şey istəyirəm. Buyur. Dedi, məni dua elə. Dedi, məndən dua istəmə. 25 ildir söz vermişəm, Allahdan da heç nə istəməyəcəyəm. Niyə? Deyir, 25 ildir dua eləyirəm ki, ilahi, İbrahimlə məni görüşdür. Daha söz vermişəm Allaha, daha mən Allahda heç nə istəməyəcəyəm. Çünki görüşdürmür məni. Həzrəti İbrahim dedi ki, ay filan, İbrahim mənəm. O İbrahimlə ki, görüşmək istəyirsən 25 ildə, o İbrahim mənəm. Deyirlər, bu halı dəyişdi. Halı dəyişdi. Bəs Allah niyə 25 ildir mənim duamı eşitmir? Deyir, Allah 25 ildir sənin dualı eşidir. Sadəcə olaraq sənin İbrahimi görməyə təhəmmülün yoxdur. Gəlib o hala düşməmisən ki, o ilə görüşə biləsən. Elə bilirsən ki, Peyğəmbərlə görüşmək belə rahatdır. Elə bilirsən, İmam Zaman əleyhissalamla görüşmək belə rahatdır. Bizim bəlkə 25-30 ildir dua eləyirik, ədrikni ya Məhdi, ədrikni ya Məhdi, ədrikni ya Məhdi deyirik. Bəlkə bir 20 ildir bəlkə görüşmürük. Mənası bu deyil, eşitmirlər. Mənası budur ki, hazır deyilsən. Təhəmmül eləyə bilməzsən, ona dözə bilməzsən. Səlman-ı Farsi Əmmar Əbazər Həzrət Əlini qucaqlayarkən İbn-i Mülcəm qılınc vurur. Bunlar qucaqlayır, amma bu qılınc vurur. Niyə bunlar yaxınlaşa bilirlər? Niyə bu uzaqlaşır? Fiziki yaxınlaşmaq var. Fiziki yaxınlaşıb ki, qılıncı vurub. Amma mənəvi uzaqlıq var. Yunadavnə min məkanin bəidin. Bunlar uzaqdan çağırırlar. Uzaqdan. Bunlar heç vaxt yaxında deyirlər. Əmir əl-Möminin İbn-i Mülcəmə dedi ki, İbn-i Mülcəm, sən ki deyirsən, mən sənin dostlarındanam. Baxdım o aləmə. O aləmə baxdım, dostlarımın içində səni görmədim. Sən orada yoxsan. Dostlar əzəldən dostdular.
Baxmayaraq ki, 100 il fiziki fərqləri var. Düşmənlər əzəldən düşməndilər. Baxmayaraq ki, fiziki yaxınlıqları var. Məsələ budur. Əmir əl-Möminin dedi, Həsən can, Cəddün Rəsulullah mənə dedi ki, axırıncı anlarındır, gəlirsən. Sonra orada hekayədə danışır Əmir əl-Möminin görüşdü Həzrəti Zeynəblə, Həzrəti Ümmü Külsümlə. İmam Həsən ağa, İmam Hüseyn ağa düşdü Əmir əl-Mömininin arxasıcan. Deyirlər, qazlar var idi həyətdə, keçdi Əmir əl-Mömininin qabağına. Sonra deyirlər, qapının qüllabəsi Əmir əl-Mömininin əbasını tutdu, ilişdi. Bunları yazıblar. Yazıblar, hərənin halı halına uyğun başa düşsün bunu. Kim necə başa düşür? Hər halda aşiqlər istəmir Əli geçsin. Hər halda. Onlar ki sevirlər, onlar istəmirlər Əli geçsin. Onlar Əlidən müğayyət olurlar. Amma orada bir düşmən var, Əlini gözləyir. O heç. Amma əsas məşuq ki, bu gecə aşiq öz məşuqinə, Həbib məhbubuna qovuşmalıdır, o ibarətdir Allahdan. İbarətdir Allahdan ki, çağırır Allah onu, Əli can daha bəsdir. 63 il daha bəsdir. Bunlar səni dərk eləyə bilmədilər, bunlar səni başa düşə bilmədilər. Əmir əl-Möminin çıxdı. Əmir əl-Möminin çıxdı, gəldi məscidə. Gəldi, evini mülcəmi tərk etdi. Keçdi mehraba. Ya vacib namaz idi, ya müstəhəbbi namaz, bilmirəm. İkisi də qeyd olub. Bəzilər deyirlər, vacib namaz idi, sübh namazı idi. Dünyanın ən şəqi, ən dəni, ən aşağı insanı 1000 dirhəm verib qılınc almışdı. 1000 dirhəm zəhərə verib zəhərlətmişdi. Zəhər qatmışdı qılınca. Qalxızdı qılıncı vurdu Əmir əl-Mömininin başından. Əmir əl-Möminin yıxıldı. Yəni aləm yıxıldı. Yəni aləm yıxıldı. Aləm qaldı əlisiz. Odur, budur, bu aləm qalıb əlisiz. Elə nalə içindədir bu aləm. O gündən düşdü ümmət zülmətin içinə. O gündən düşdü. Elə indiyə qədər zülmətin içindədir. İmam Həsən ağa qaçdı, tutdu Əmir əl-Möminin. Əbəlfəz ağa gəldi. İmam Həsən ağa, İmam Hüseyn ağa bir həsir götürdülər. Əmir əl-Möminini qoydular həsirin içinə. Qalxızdılar Əmir əl-Möminini evə. Aşıqlər gəlirlər dalıcan. Evə biraz qalmışdı. Əmir əl-Möminin İmam Həsən ağanın əlindən vurdu. Həsən can qoy məni yerə. Qoydu yerə. İndi gürün qoluma məni qalxızın. Atacan, qan itirmisən, olmaz bu cür. Qoy həsirlə səni salaq evə. Dedi, Həsən can, məni qalxızın, mən ayaq üstə daxil olum evə. Atacan, niyə belə eləyirsən? Deyir, Zeynəbim narahat olar. Zeynəbim narahat olmasın. Hamısı riayət elədi xanım Zeynəb salamullahi aleyhanın halına. Amma la yevmükə ya Hüseyin. Hüseyin, sənin günü və bu günlər çatmaz. Xanım Zeynəb Rasulullahı başı bədəndə dəfn eləyib. Həzrəti Zəhranı başı bədəndə, Əmir əl-Möminini başı bədəndə, İmam Həsəni başı bədəndə. Amma Allahın əhl-i beytin içində, əba əhlinin içində sonuncunu İmam Hüseyin əleyhisselamı başsız bədənlə dəfn elədi. Əmir əl-Möminin istəyirdi deyə ki, Zeynəb narahat olmasın, indi narahat olmasın, amma o bir dəfə narahat olacaq, yəni bu qədər narahat olmasın. Götürdülər Əmir əl-Möminini,
2 gün Əmirəl-Möminin o halda qalıb və sabah yox, birisi gün, ikinci Qədir gecəsi Əmirəl-Möminin şəhid olub. Və sallallahu aleykə ya Əmirəl-Möminin fələnətullah əla ə'daihim əcməin. İnşallah Qur'anları götürək əlimizə. İşıqlardan birini müvəqqəti yandır bu tərəfi. Mən tərəfi yandır.